etti. Aliko, salam anam, hicap var dinde. Dinde samimiyet var. Bu hicabı başını örtüp o kadar 52 bin oyundan çıkanlar var. Düzdür, onları da çıkartan Allah'tır. Bu nöqteyi nəzərdən də yaxşı oldu, elə bu nöqtəyə də gəldin. Bu hicab üstəmənə, üsyana qalxan, bədəninə qaşınma düşən adamların hamısından üzr istəyirəm. Amma hicab heç nəyi həqiqi mənada həll etmir. Əsas səmimiyyətdir, hürmətdir, ədəb qaydalarına riayətdir, həya bəndlərini qorumaqdır, abrına bükülməkdir. Allaha qəlbində sığınıb, barışıb, bağışlamağı bacarmaqdır. Hicabın üstündə o qədər çığırıb bağıranlar, taxıb üsyan edənlər, qəbul etməyənlər, hicablı analar var ki, məsəl üçün videoda indi burada TikTok'da paylaşım edilir, görürəm, deyir, hakimiyyətə qarşı üsyan edirlər, çığırırlar, qarğışlar tökürlər hicaba. Hicablı adam qarğış edir. Bu hökumət neynəsin? Bunu yaradan belə yaradıb. Bu qurd dünyasıdır, bu belə olmalıdır. Sən də hicab taxsan belə orada yaradılmış olsaydın, sən də bu hökumət etdiyini sən də edərdin. Mən də orada olsaydım, mən də edərdim. Birbaşı ucaltmaq istəsə devran, kəməndə düşəcək, boynun uzadan. Bu hökuməti Allah belə yaradı. İndi düz də dələt dünyasını düzəldəcək. Amma bunlar yaşanmalı da bu yazılıb. Bu yazı yazılıb. Bu hicablılar da qarğışlar yağdırır. Kur'an'da deyir, insan xeyirli dua etdiyi kimi bəddua da edər. Əgər Allah bu bəndənin bədduasını qəbul edərsə, anındaca ya onun özünü, ya evladını məhv edər. O hicabkara yetmir ki orada. Gitmir. Nə namaz yetmir kara, nə hicab yetmir. Yalnız ləkəsiz iman səni xilas edə bilir. Səmimi davranma. Başa düşdün? Bax bunlar da var. O hicab onu kar etdi, qarğış elədi, balası öldü. Bu yazı belə yazılıb. Qarğış etdin, cəzasını sən çəkəcəksin. Bunu Kur'an deyir, mən demirəm. Mən burada bir kəlmə də sözüm yoxdur. Sadəcə mənim simamda Allah Teala bunları daha geniş izahını verir. Bunu da mən demirəm. Bunu da ruh söylüyor. Allah'ın içkinin icabına, namazına ihtiyacı yoxdur. Deyirəm, bundan qıcıqlanırlar. Üzr istəyirəm, bax bu qıcıqlananların hamısından, bədəninə qaşınma düşənlərin hamısından üzr istəyirəm. Amma onlar həqiqətən heç nəyə həll eləmir. Həll etsəydi, o gözəl bala qəbrə getməzdi. Vəssalam. Əsas məsələ səmimiyyətdir. Bu hicabı taxıb Allah'ın yaratdığına pis baxdın, qarğış etdin, nifrət dolu fikirlərlə yanaşdın, alçaltdın, özünü üstün gördün, onu murdar saydın. Bunlar hamısı ləkəli iman deməkdir. O hicabda kara yetmir. Vəssalam, bunu izah etdim. Bu fikirlərimlə kimin bədəninə qaşınma salıramsa, məni bağışlasın, üzr istəyirəm, amma acı həqiqəti açıqlamalıyam. Hələ bir nəfər də mənə YouTube'da yazır. 2 başlı danışma. Mənə deyir, 2 başlı. İndi başa düşəmirəm, bu 2 başlı, bu 2 kitabdan danışmağımı mı deyir? Kim ruhu tanıyıb ki, deyənək?
Kim tanıyor? Hiç kim. Ruh hakta dünya yaranandan bugüne hiç kimin anlayış vermeyip, Allah Teala vermeyip, Allah özü istəməyib. İndi tanıdır ki ruh herkeste nəfəs Allahın zərrəsidir, ruhdur. İndi deyir bunu, deyənə kim bunu kim deyib, hiç kim. Mən mi deyirəm, mən də demirəm, deyən ruhdur. Budur.